Deməli, Elin Semimliyi Qoca və Dəniz əsəri. Qoca və Dəniz əsəri hansı ədəbi növdə idi? Minə? Janrı nə idi Qoca və Dənizin? Sevinç? Povest. Mövzusu? Ləman? Dənizçi həyatı. Dənizçilərin həyatı. Hadisələr harda baş verir? Xəzər? Qolf. Deməli, obrazlar aləmi haqqında danışaq. Məhəmməd? Manoli neydi? Bir də Santiago. Santiago, Manoli. Bir də orada Rogelio'nun adı çəkilir. Sonra Qoca bizə verilən əsər həcmində amma Qoca kimlə yaşayırdı? Aile tək yaşayırdı. Həyat yoldaşı vəfat eləmişdi. Bir qızı var idi, amma qızı başqa idi. Qızla bir kere yaşamırdı, tək yaşayırdı. Qocanı niyə uğursuz adlandırırlar? Ülgü? Yanlış 84 gün bağlı değil. Böyle bir bağlı oluyor. Sağ ol, 84 gün. Doğrudur, tamam. Qocanı uğursuz adlandıran kim idi? Yoldaşları, balıqçılar idi, yoxsa fərqli bir vaxtın? Onların akrabanası. Oğlanın Qocaya münasibəti, yəni 84 gündən sonra Qoca yenə də bağımsız qaydanda münasibəti necə olur Rəna? Ona yazığı gəlirdi, onu kəndir və yaxud da başqa əşyalar daşımaq kömək edirdi. Sağ ol. Bəs sizcə bu 84 gün Qoca balıqçı dənizdə olarkən neçə gün Manoli ilə onunla birlikdə olmuşdu? Jalə? Orada belə bir bənzətmə işlədir ki, Qocanın qarnında elə bir vəziyyətdə idi ki, sanki yelkəni dəfələrlə məğlubiyyətə uğramışdı. Sanki nəyə bənzəyirdi? Firmanlıq? Alay bayramı. Doğru, tamamilə. Əsərdə biz Qocanın xarici portretini görürükmü? Qocanın xarici portretini görürmü? Akız? Görürük. Necə işlənir? Yanaqları çilli, qırmızı, əlləri qabarlı. Aha. Üstü ləkələr də boyuna qədər yayılırdı. Əlləri də yaralıydı. Doğrudur. Bəs biz Qocanın məğlub edilməz olduğunu xarici portretindən hansı üsuldan bilirik? Dəniz? Dəfələr ərazisini kəndib kəsmişdi. Onun bəli suyu qabarlamışlar. Aha, yaxşı. Bu bir ünsürdür, amma sadəcə biz onun məğlub edilməz olduğunu üzünə baxanda hardan bilirdik? Jalə? Mavi gözləri deyə göstərir ki, Qoca necə məğlub edilməz bir insandır. Santiago'ya qarşı Manoli'nin münasibəti necə idi? Ona necə münasibət bəsləyirdi? Ülbün? Onu çok sevdi. Hatta bile böyle oğlum, yani oğlum olsaydı onu denizde falan bilmem. Aferin. Manoli balıq tutmağın sirlərini kimdən öyrənmişdi? Jalə? Qoca. Qoca ilə Manolin arasında, yəni Santiago ilə Manolin arasında xatirələri bölüşmək durumu vardır. Yəni xatirələrin bölüşürlərmi olar bir-birinə? Türkan? Var. Ondan sonra üçün, onun Qoca'dan sonra üçün də sinisi yaşı vardı. Mən öyrədəndə o burada iki bir şey olmadı. Mən yanmışım. 5 yaşında hər hansı bir xatirəni danışırmı Santiago ona? Sevinç? Bir sənə səsin yerdə günü bakıyla yol tutmalı. Evet, Sonra başqa, Minə? Ben bağlı tutmalı istediğim az qala qayğı haqqındaydı. Mən də qayğının Bəli. Deyir ki, Santiago'da ondan sonra ne soruşur Manoli'yle? deyir ki, sən bunları mən axşamda bilirsən, yoxsa əvvəldən yazılı qalır. Manoli Qocaya nə təklif edir? Ləman. Teras restoranına gedib yemək içmək. Terasa gedirlər, orada bir xeyli balıqçı var idi. Balıqçıların bəs bu Qocaya münasibəti necə idi? Qız? Lağət etdilər, amma Qoca onları hiçbir şey verirlər. Aha.
fikir vermirdi. Sizcə həmin balıqçıların qocaya yazığı gəlirdimi Mir Mahmud? Evet. Deyir ki, hər zaman burada terrasda bir çox pis qoxu gəlirdi. Hər zaman deyir Mir Mahmud. Şərqdən küləkəsində əsasən iyi qoxu gəlirdi, amma bu günlər şimaldan əslinə görə heç gəlmədi. Biraz gəldi, amma sonra dayandıqdan sonra heç iyi qoxusu dayandı. Bu balıqçılar üçün ən qiymətli nə idi? Nəyə ən qiymətli hesab edirdilər özləri üçün? Yəni, nəyi tutmaq və satmaq daha qiymətli gəlirdi? Məhəmməd? Köpək balığı. Köpək balıqları. Onu zahada verdilər tutandan sonra. Aha, Orada da üzgəstəni çatıb, gəlsin sonra. düzdür. Deyir, onun qaraciyəri çox lazımlı idi, baha satılırdı, ona görə də daha çox köpək balığı tutmaq istəyirlər. Santiago Manolinə nə məsləhət görür? Deyir ki, hansı oyunu oynar? Zeynal var? Manolin istəyir ki, bu dəfədə, yəni 85-ci gündə Santiago ilə birlikdə balıq tutmağa getsin. Amma qoca buna etiraz edir, çünki valideynlər bunu istəmirdi. Deyir ki, evi yoxdur, narahat olma, sən gir evinə, mən Rogerionu özümlə apararam, sonra o artıq mənə kömək edir. Və ona öz təşəkkürünü bildirir ki, çox sağ ol ki, məni qonaq elədin terrasda. Sonra xatirələrini danışdıq, bayaq onu dedik. Sonra yoldaşlar, deməli, Manolinə qarşı hörmətin göstərir ki, oğlum olsaydı ancaq sən qədər ola bilərdi. Manolin deyir ki, heç olmasa məni özünlə aparmırsansa, mən sənə nə hədiyyə edeyim ən azından. Bir Mahmud? Sardiniya tutmağa gedib söyləyir, sonra söyləyir ki, o icazə verilmir, sonra deyir ki, məndə yem var, bu yem verim, birinci söyləyir ki, 4 dənə gətirə verirəm, qoca razılaşmır, söyləyir, heç razılaşmır, o da söyləyir ki, heç olmasa qoca söyləyir ki, dilini gətir, o da razılaşmır, iki də axırda razılaşırlar. Doğrudur. Qoca ondan nə soruşur? Söyləyir ki, bu yem yəni oğurlamısan mı, yoxsa oğurlamamısan mı? O da söyləyir ki, deyil, özüm tapmışam, onun əlində eləmiş olsaydı oğurlayardım da. Bəli, amma etiraf edir ki, əgər əlbə fürsət düşsəydi, çox asanlıqla onu oğurlaya bilərdim. Ən sonda Manolin neçə Sardiniya gətirib verdi qocaya, Məhəmməd? Qocanın xarakteri haqqında əsərdə məlumat verilmir. Bayaq danışdığınız xarici portretlər haqqında, bəs xarakteri haqqında məlumat verilirmi? Rəna? Sadə, təvazökar. Sadə, təvəzzükar, bəli. Təmiz ürəkli, düzdür. Qocadan soruşur ki, sabahların hara gedəcəksən? Balıq tutmağa. Bundan sonraki süjet adresiyle biraz devam edeyim. Türkan. Birisi də Hamzanı digərlər balıq tutmağı söyləyir və onda inanır ki, bir sənə balıq tutacaq. Ondan da mən deyir ki, mən də öz balığına deyəcəm ki, biraz uzaq bilir və şimdi buna qorxur. Həm də göstərək deyir. Amma mən onu necə aladım uzaqlara bilərəm? Dənizin sayıdakı quşları göstərsəm, o desəm ki, balıqı gedər və şimdi güzəlləsi görür. Sizcə Manolin Santiago'nu qəlbə qoca adlandırır, yoxsa müəllim adlandırır, yoxsa necə? Xəzər? Santiago özü. Deməli, bizə düşəndə ki, müəllim, yaxud da Manolin ona qəlbə qoca deyil, bu tamamilə yanlışdır. Çünki özü özünə deyir ki, mən qəlbə qocayam. Doğru. Biraz yenə də uşağın ürəyində bir namidlik yaranır ki, bəs sənə biri balıq düşsə, sən onu dartıb çıxarda biləcəksənmi? Bu da übü. Bir şey, bəs bu bizdən aslında həm böyle balıq tutmağı məndədir. Yaxşı. Və səhər açıldı, alaqaranlıqdan Santiago getdi, okeana doğru üz tutdu və tamam, ilgi sucuk xəttarlıcılığı Məhəmməd. 4 dənə tilo batır.
İkisinə sardina qoyur. İkisinə də normal balıq qoyur. Gözləyir. Ondan sonra bir dənə balıq düşür ona. Yəni də onu gözləyir. Səbirlə onu gözləyir ki, o tam o tilova keçsin. Ondan sonra köpək balığı gəlir. Yaxşı. İndi sənə bir şey deyim. Biz səncə Santiago'nun iç üzünü, iç xarakterini Manoli ilə söhbətinə duyuruq. Bunu bizə müəllif deyil, yoxsa başqa bir situasiyada görürük. Balıq tutanda balıqla söhbətində. Bəli. Deməli, Santiago'nun özünün nitqində biz onun iç üzünü bilirik. Yəni, xarakteri ilə tanış oluruq. Doğrudur. Bəs qoca dənizi çox sevirdi. Burada bir ziddiyyət görürsünüz. Gah dənizi amansız adlandırır, gah da ona çox xoş münasibətlə yanaşırdı. Deyir ki, İspanlar dənizi necə adlandırır? Zeynal var? Lamar. Lamar adlandırır. Lamar nə deməkdir? Pəri deməkdir, düzdür. Bir də orada belə bir epizod var idi. Okeanda qanlı balıqları çox sevirdi. Onları həmişə izləyirdi. Amma nələr baxanda yazıqlı gəlirdi. Deyir ki, siz niyə yaramısınız? Yəni, güclülər varkən gücsüzlər niyə yaranır? Heyecan. Düzdür. Doğru. İndi gəldik. Bu hissə tam önəmli olmasa, tam yadda saxlaya bilməsək də, amma hər ehtimal tilovları hansı dərinliklərə atmışdı? Lumut 175, 125. 40, 75, 100 və 125 olurdu. Olurdu. Burada bir situasiyada qoca hiss edir ki, Santiago hiss edir ki, artıq bunun balığı sanki çıxıb gedir, əldəki kəndir boşalır. Burada kimin adı çəkilir, kimi xatırlayır, deyir ki, kim onu hətta inanıram ki, getməyə qoymayacaq. Zeynal var? Həzrət İsa. Həzrəti İsa onu getməyə qoymayacaq, bəli. Və hiss edəndə ki, çox böyük balıq tutur, o necə bir inanca qapılır? Yəni, qocanın orada keçirdiyi bir inanç var ki, fikirləşir ki, akız, Allah rızı verir. aha, bir də deyir ki, arzunu dilə gətirmək qorxmam, deyilənə görə arzu dilə düşəndə həyata keçmir. Santiago'nun tutduğu iri həcmli balıq birisi 800 kilogram idi və ona nə təsir göstərir? Yəni, Santiago'nun mübarizəsi həm okeanla idi, həm balıqla idi, tutduğu balıqla, həm də dəyənən idi. Bülbül, köpək balıqları. Öncə bir köpək balığı hücum edib, sonra iki köpək balığı birdən hücum edib, sonra yenə də müxtəlif balıqlar, köpək balıqları yenə də bunun balığına hücum edib. Qoca nə zaman artıq, yəni o situasiyalar tam soruşmayalım, vaxt gedir. Sizcə qoca nə zaman tam məğlub olduğunu artıq anladı? Yəni bildi ki, artıq məğlub olur. Mir Mahmud? Əsasən ikinci köpək balıqlar hücum etdikdən sonra gecə yarısı söyləyir ki, mənim tək niyyətim sahilə getməkdir. Hətta yolla getdiklərində özünə düşün ki, heç nə olmayıbdır, qayğın möhkəmdir. Hətta yolda da bir yeni köpək balıqlarına rast gəlir. Balığın qalıqlarını, sümüklərini, yediklərini də görmək mümkündür. Ən sonda, yəni qoca çarəsiz qaldı, Santiago çarəsiz qaldı ha. Qayğından nəyi götürüb, nəyi söküb hətta onunla hücum etdi. Rəna? Şükan. Yəni qayğı dəstəyini söktü. O zədələnsə də gətirdi yenə sonda qoydu qayığa. Dedi ki, eybi yoxdur, bunu təmir etmək mümkündür. Qoca balıqçı gəldi, yaptı öz komasında. Yekunu biz necə görürük? Kimsə onu ziyarət edeyimmi, yoxsa Sevinç? İnsanlar devamlı Allah'ın konusunu söylüyor. Sonra? Manoli. Bəli. Manoli gələcək, onun kimlə baxır, kəndlərə. Aha. Görür ki, qoca səhv. Gəlir, bəli, qocaya baxır. Əmin olur ki, qoca sağdır, salamat gəlir. Onun rahat nəfəs aldığını görür və
öz-özünə çox sevir. Çünki onu çox sevirdi. Bilirsiniz ki, müəllif şəxsən özünün şahid olduğu, yəni Kuba sahillərində şahid olduğu, dənizçilərlə, balıqçılarla söhbət elədiyi situasiyaları qələmə alıb. Yəni onlardan soruşub, bəhrələnib, yaşadığı, təcrübəsi olan bir şeyi qələmə alıb. Tam müəllif təxəyyülü deyil. Yəni yaşadığı bir təcrübəni bölüşüb əsərdir. Dedik ki, Qoca və Dəniz janrına görə povestdir. Sizcə Azərbaycan ədəbiyyatı tarixinə povestin əsası nə vaxt qoyulur? Xədicə? 1857, Aldanmış Kəvakib, müəllif kim idi? Povest, bilirsiniz, Pavisvaniya sözündəndir və böyük hikayə deməkdir. Sizcə povestin hekayənin fərqi nə idi? Rəna? Povest hekayəyə nisbətən daha böyük həcmli. Povest hekayə nəzərə daha böyük həcmli idi, sonra Hikayə və hekayədə personajların sayı az idi. Povestdə hekayəyə baxdıqda personajların sayı çox. Yaxşı. Dediniz, Kuba sahillərində yaşayan bir müəllifin yazdığı bir əsərdir bu. Yaşam tərzi necə idi bəs bu qocanın? Yəni, nəyə var idi? Yaşam tərzi hansı formada idi sizcə? Türkan? Şabanın qayğı vardı. Sonra? Heç başka bir şey yok. Bir neçə kilovu var idi, kasıb daxması var idi. Bir də ki, bayaq dediniz, yamanlı balıqçı toru var idi. Doğru. Sizcə bu əsərin ideyası nədir? Əsərin ideyası, Ecan? Yəni, bir insan işlərinin qarşılığı vardı. Aha, düzdür. Bir də təkrar veririk. Yine. Sonra bir məhlum. İnsanı məğlub etmək olması, məhkəməsinin çoxlarına məğlub etmək olması. Bəli, insan məhv etmək olar, amma məğlub etmək olmaz. Bu əsərin ideyasıdır. Sizə görə yazıcı balıqçılara necə münasibət göstərir? Yəni onların taleyinə, onların xarakterinə necə münasibət göstərir yəni oxuyanda? Necə başa düşdünüz? Onlar necə qiymətləndirdi? Xəzən? Aha, sonra Alan yenə cəsarətli, sonra məğlub edilməz olduğunu düşünür. Sizcə Santiago 84 gün müddətində balığa getdi və uğursuzluq qazandı və hətta qıraqdan onu uğursuz da adlandırırlar. Sizcə bundan sonra Santiago digərlərinə qarşı amansız rəftar elədimi? Yoxsa bu onun xarakterin qətiyyən dəyişmədimi? Ülbü? Deyil, bəli, dəyişmədi. Düzdür. Biz burada qocanın mənəvi gücünü görürük və insanın təbiətdən daha güclü olduğunu, daha güclü o fiziki cəhətdən məğlub olsa da qoca, amma mənəvi cəhətdən təbiətə qalib gəlir. Bildiniz bunu da. Sizcə, bir oxucu kimi qocanın məğlub edilməz olduğunu nədə gördünüz? Yəni, onun orada nə qədər diyalogları var idi, dənizlə söhbəti var idi, balıqla söhbəti var idi. Sizcə, biz oxucu olaraq onun məğlub edilməz olduğunu harada gördük, Xədicə? Hücum edənlər. Aha. Başqa əlavə etmək istəyir Əhməd? 85 gün geçsə də yenə də maraqdan düşmürdü. 84 gün getdi, bu 85-ci gün idi, yenə də maraqdan düşmürdü. İnanır ki, nəvəsə böyük balıq tutacaq və sonunda da tutdu. Bir Mahmud? Hətta orada bulunanır ki, bir yerdə kör olmaq söhbət olmuşu, söyləyər ki, çanaqlı bağa belə bildirir ki, Manolin söyləyər ki, mənim ustam da kördür, yəni görmür, o da söyləyər ki, çanaqlı bağa tutmağa gedib, o da söyləyər ki, bilmirəm. Orada da vurgulanır ki, mən çanaqlı bağa tutmağa belə gedmişəm, hətta amma kör olmamışam. Bəli, bəli. Onunla hərdən üçün tuta bilmirmiş. Dəniz? Gün batan yerə, anlat gün batan yerə baxmışım, onu da kör olmamışım. Güneş həmişə mənim gözümün içinə
şurduna baxmayaraq bu şua mənə təsir eləmir. Bunu tamamlayın. Sizcə Santiago'nu bir sözlə ifadə etsəz, onun haqqında nə deyirsiniz? Sevinç? Her şeye varsa. Yəni Məğlub edilmə. məğlub edilməsi.